Hal-hazırda 11 ayın sultanı olan müqəddəs Ramazan ayını yaşayırıq. Hər kəsə xeyirli Ramazanlar arzulayıram və sağlıqlı oruç tutmalarını diləyirəm. Ramazan ayında qidalanma çox daha önəmlidir. Çünki uzun müddət ac qalındığı üçün elə qidalanma rasionu seçilməlidir ki, gün ərzində aclıq və susuzluq hissi çox narahatlıq yaratmasın və enerji balansı qorunmuş olsun. Bəzi insanlar yanlış olaraq imsaka durmadan oruç tutmağa çalışırlar. Bu doğru deyil. Hətta bir də sizdə əlavə olaraq insulin dirənci, şəkərə meyillilik və ya şəkər xəstəliyi varsa, bu sizdə çox daha ciddi narahatçılıqlar yarada bilər. Şiddətli hipoqlikemiyalar, yəni şəkər düşmələri yaşaya bilərsiniz ki, bu da hətta bəzən həyati risk yarada bilən bir vəziyyətdir. Bununla yanaşı imsakda çox yağlı, şirin, duzlu, ədviyyatlı, qızardılmış yeməklərdən uzaq durmalı. Şirniyyat, bal, mürəbbə əvəzinə daha çox yumurta, zeytun, az yağlı pendir, xama, kəsmik, pomidor, xiyar kimi tərəvəzlərə daha çox üstünlük verilməlidir. Yeməyi yedikdən dərhal sonra yatmaq olmaz. Ən az yarım saat ev içərisində az da olsa hərəkət etmək lazımdır. Çox vaxt insanlar imsakda yemək yedikdən dərhal sonra qısa müddət ərzində çoxlu maye qəbul etməyə çalışırlar. Düşünürlər ki, gün ərzində susuz qalacaqlar və maye balansı qorunmuş olsun. Lakin bu da düzgün deyil. Çünki qısa müddətdə içilən maye həmçinin böyrəklər tərəfindən qısa müddətdə orqanizmdən xaric edilir və orqanizm təkrar susuzlaşır. Maye qəbulunu iftardan sonra fasilələrlə yatana qədər etmək lazımdır. Maye olaraq adi su, bitki çayları, təzə meyvələrdən hazırlanmış kəmşirin kompot, süd, qatıq, ayran, kefir kimi ağartı məhsullarından istifadə etmək olar. Qazlı və şirin içəcəklər məsləhət deyil.